Cəmiyyətin mömin kimi tanıdığı ki, sən Allah məni gecə namazında dua elə dediyi insan evdə söyüş söyür. Nə formalaşır burada? Burada o formalaşır ki, cəmiyyət görüntüyə önəm verir. Bəli, bu adam 10 ilin namaz qılanıdır. Bəli, bu adam məscid əhlidir, bu adam odur, bu qədər ziyarətə gedib. Amma bu adamda dini dəyərlər yaşamır. Bu adam rahat təhqir eləyə bilir, bu adam rahat söyüş söyə bilir, bu adam rahat görməzdən gələ bilir, bu adam rahat haqları, hüquqları heçə saya bilir. Bu adam qarşısındakını qul eləmək istəyir, özü fironluq eləmək istəyir. Niyə? Çünki din dəyər olaraq bu insanın içində yaşamır. Bunun ruhu dini yaşamır. Bu sadəcə dini bir həyat tərzi kimi götürüb özü üçün yaşayır. Yəni günorta azan oldu, namaz qılmaq lazımdır, axşam azan oldu, namaz qılmaq lazımdır. Biraz belə, biraz elə. Bu din deyil ki, din insanın içində olmalıdır. Qəlbində, ruhunda yaşamalıdır. Din insanın içində dəyər olaraq formalaşmalıdır.